O 27 yaşlı cavan oğlanın kanalizasiya kollektoruna düşüb ölməyi mənə lap məyus elədi. Vallahi dünəndən özümə heç yer tapa bilmirəm. Yaxşı, biz indi neyniyik? Elə çıxır ki, küçələrdə də gezməyə gərək bizə ehtiyat edək. Mən bir dəfə bir video çəkmişdim. Batandarda, yəni bir yeni tikilən binanın qabağı görünürdü ki, əməlli başlı asfalt yerə çöküb. Videonu çəkəndən sonra üstündən bir neçə gün keçdi. Həmən yerə getdim, gördüm tezbazar oranı bağlayıblar. Yaxşı, indi bunu bağlayıblarsa bu çox güman ki, bir kosmetik bir hərəkətdir də. Əslində o yerin altında nə baş verir biz bilmirik. Heç kimin bu barədə xəbəri yoxdur. Yəni buna nəzarət yoxdur. Yəni heç kəs buna nəzarət eləmir. Hansı qurumlar ümumiyyətlə buna baxmalıdırlar? Yəni dəfələrlə bu yağışlar bizə nümayiş etdi ki, ümumiyyətlə də Azərbaycanın bu kollektor sistemi bərbat bir vəziyyətdədir. Çox pis bir vəziyyətdədir də. Bu əməlli başlı təhlükədir. Su bastı, həmən körpünün altında vəfat olanlar oldu, yadımızdadır. Yəni bu hamısı bunu göstərir ki, kollektorumuz, yəni əsas da bunun ürəyi də bu Bakının bu ahar yeri, bu kanalizasiyada deyirlər ona ki, artıq çox pis bir vəziyyətdədir. Burada qlobal bir rekonstruksiyalar olmalıdır, baş verməlidir. Haçan buna neysə bir start veriləcək, yəni kompleks şəklində. Tek, yəni ki, nöqtəvi yox, hardasa nəsə baş verir, gedirlər bir balaca hərəkət eləyirlər. Bizim də özlərinin də başına alırlar ki, iş görüldü. Haçan bu kompleks şəklində, yəni hansısa bir şirkət bura cəlb olunacaq, tender elan olunacaq ki, bu kollektor sistemində qlobal bir dəyişikliklər eləmək. Binalar hələ partapart onsuz da tikilir, hələ yeni tikilən də yenə də qoşulur həmin o kollektora. Nəticədə də faktiki olaraq bu dəqiqə adi halda, yəni yol gedə-gedə ehtimal var ki, yer açılsın, gedəsən kanalizasiyanın içinə. Allah eləməsin, Baksol tərəfdə girirsən, sonra da səni çıxartırlar Hövsan tərəfdə. Bu heç hara vəbşi uyğundur bu ümumiyyətlə. Yəni mən başa düşürəm, indi ölüm haqdır da, min cür ölüm var. Suda da batmaq olar, yüksəklikdən yıxılıb müəyyən bir zədələr alıb da ölmək olar. İnsanı maşın da vura bilər, infarkt da vura bilər. Amma bu, yəni ölümdür də, gec-tez insan hansısa bir yolla bu dünyanı tərk eləyir, gedir. Amma bu bizim gözümüzün qabağında, gözümüzün önündə olan bir təhlükədir. Yəni bu söhbət küçədən gedir. Söhbət yuxarıdan, drondan düşüb partlayış nəticəsində kimsə həlak olmağından, yaxud raket atışma nəticəsindən getmir. Söhbət ondan gedir ki, siz, mən, hamımız, bizim uşaqlarımız hansı ki məktəbə gedir, biz bilmirik, bizim gözlərimizdə rengen yoxdur. Yəni biz bax bu yolda gedə-gedə bilmirik ki, bizim ayağımızın altımızda nə baş verir. Bəlkə elə gedən yerdə Bakıda görün nə qədər o qədər bəlkə təhlükəli yerlər var. Gedən yerdə düz yolda bu deməkdir ki, biz yığılıb kanalizasiyada ölə bilərik. Yəni bu barədə ciddi əməlli başlı islahatlar görülməlidir, işlər görülməlidir. Mən yenə də xahiş edirəm hamınızdan, bu telefonun tək məndə deyir ki, çəkirəm, necə danışıram, göstərirəm. Bu telefon hamınızda var da, düzdür? Yəni belə bir şeylər heç olmasa görəndə çəkin, paylaşın, göstərin ki, çatsın yuxarılara, kim bu məsələyə görə cavabdeydi, görsünlər, tədbir görsünlər. Görməyəndə, eləməyəndə bir də çəkin, bir də göstərin. Göstərin ki, bir nəticə görək. Allah göstərməsin heç kimə. Mən vallahi çox pis olmuşam o videodan sonra. Deyirəm də, dünəndən özümü yer tapa bilmirəm. O həmən rəhmətə gedən oğlanın ailəsinə səbr diləyirəm. Allah rəhmət eləsin. Bu qədər qəlbdən qəlbə.